Allahın rəhməti hər şeydən böyükdür. Hər halda insanın günahından da böyükdür. Əgər insan doğrudan da bağışlanmağını istəyir, anlayır, istəyirsə, mümkün deyil Allah bağışlamasın. Mümkün deyil. Nə boyda günah olur olsun. Həqiqətən insan, Ağlayırsan. düzəlmək istəyirsə, o övladından bezən valideynlər var, ki də o qədər buna pisdir. Həqiqətən bilsə ki, bunun övladı düzəlmək istəyir, nə qədər pislik eləmiş olsa da belə. Valideyn bağışlayar da hər halda, hə? Valideyn bağışlayırsa, Allah bağışlamaz səncə. Allah hər halda valideyndən də mehribandır. Oruç sadəcə ac qalmaqdır, yoxsa ruhani bir təmizləmək də mənasını verir? Oruç sadəcə ac qalmaq deyil. Orucu batıl eləyən başqa şeylər də var. Amma tək yenə də onlar deyil. Orucun özünün məxsusi elə bir ibadətdir ki, o özünün sirləri var.